Anam, bacım, qız gəlir. Oy, kartım düşdü. Əl ayağı düz gəlir. Bebəklərim, salam, necəsiz? Ümidvaram ki, hər kəs yaxşıdır. Mən çox mükəmməl hiss edirəm. Aman tanrım, bebəklərim. Bu gün fərq elədim ki, əslində bu gün yox, dünən fərq elədim ki, mən 24-25 gündür doğru düzgün video çəkmirəm. Dedim, aman aman, nerelere geldik? Həyatımda elə şeylər baş verir ki, Allaha and olsun. Allaha and olsun, mən uzun zamandır belə bir gərilməyim, belə bir vahşət yaşamırdım. Bu retro oradan gəlir, dolunay oradan gəlir. Belə şey olar. Hansı birinə çatasan, hansı birinə? Amma özümü topladım. Atılmalıları attım. Allah izin versə Allahu Teala uzun bir zaman dilimində də buna sadiq qalacağam. Çünki çox uzun dönəmdə həyatım həddindən artıq çox standart şəkildə irəliləyirdi və mən standart dönəmi sevmirəm. Həyatda hər zaman yeni bir vizyon, yeni bir yolculuk və yeni bir hədəf vardır həyatım. Bu gün nə edirəm? Bu gün çox qırmızı bir enerjidəyəm. Belə bir anlarsınız ya, hani. Ona görə evok dəstəmi götürdüm ablalar. Çünki maşq dəstəsidir. Oh my ladies! Bir də yeni dəstə almışam. Bilmirəm sizə göstərmişəm ya yox. Mən bilən bundan doğru düzgün video çəkməmişəm. Yeni bir dəstə almışam bebəklər. Deməli, Kral Jung'ın arxetiplərinə əsaslanan bir dəstədir. Bir xanım tərəfindən ərsəyə gətirilib. Türk dilindədir deyə daha yaxşıdır, daha praktikdir həyatım. Belə rəngli yenor omega kartlarımdır. Oy. Deməli, hərəsinin özəl anlamı var. Hamısının həm pozitiv, həm də negativ anlamı var. Həm pozitiv, həm negativ duruma görə dəyərləndiririk. Ona görə iki tərəfli durumları ələ alacaq. Deməli. Mən burada bir dənə klasik dəstə götürək. Gəl, o boyda romantik dəstə seçmişik, bir də bunu götürək. Çünki ne? Neden olmasın ki ne? İmparatoriçe, imparator. Ya Rəbbi, bizə imparator enerjisində, imparatoriçe enerjisində insanlar nəsib elə. Artıq axmaq insanlara tahammülüm yoxdur. Artıq olmamış insanlara, yetkin olmayan, xarakteri oturmayan, yalan dalına danışan insanlara belə yox, belə yığılmışıq və onların ümumiyyətlə onlardan bu arada qurtulmağı seçirəm. Həyatım. Əslində qurtulmuşam, biraz zarafat elədiyimə baxmayın. Bir də deyim də sizə, gəlin zarafata salmayayım, ciddən danışım. Hardasa 1-2 aydır, 1-2 aydan çoxdur əslində, bu olay çox uzun zamanlı bir məsələdir. Sadəcə mən çox bu barədə düşünmürdüm və ya nöqtə qoya bilmirdim. Amma artıq sanki sən adam böyüdükcə, əminəm bunu izləyən siz də belə düşünürsünüz bu mövzuda. Şuurun olanda başa düşürsən ki, kim şuurludur, kim şuursuzdur və şuursuz olanlara soyursan. Yəni biri var ki, bir insanın hər hansısa bir mövzuda təcrübəsi olmaya, məsələn və yaxud da məlumatı olmaya, sən ona məlumat verəsən, otura səni dinləyə, qulaqsa başa düşə. Biri də var ki, heç bir şəkildə belə danışasan dubdur da, yoxdur. Tak, yoxdur. Tak, qapıda kim var? Yoxdur. Həmin o yoxdur olan insanlardan uzaq qalmaq istəyirəm artıq. Çox uzun dönəmdir, istəyirdim ki, artıq bəzən insan düşünür, axı adım qədər əminəm sizin də 1-2 dəfə bunu yoxladığınızda ki, məsələn, anlamır, amma mən onu çox istəyirəm, başa salım görüm, bəlkə başa düşəcək. Həyatım, vaxtım o qədər yoxdur, vaxtım qızıldan dəyərlidir. Niyə elə insanlara vaxt ayıraq, ayol deməyəni? Nəysə, ona görə əslində kıpır-kıpıram, enerjim mənə geri qayıdıb, bu dönəmlərdə kada doğru irəliləyir ablanız. Astrologiyada qad var, güney ay düymü, kuzey ay düymü, ondan bəhs edirəm. Özümü çox rahat hiss edirəm, özümü çox relax hiss edirəm. Bir də ki, həyatımda daima o qədər xaos olub ki, bu dönəm deyil, artıq müəyyən müddətdə həyatım oturuşub deyə, xaos yoxdur axı, relax olmaq mənə çox qəribə gəlir. Və bir şey daha deyim sizə, çox uzun bir dönəmdir. Özünüz bilirsiniz də, mən açılım eləyəndə adətən nötr oluram ya da klasik hiss edirəm, dururam, gəlirəm. Bugün bir kıpır-kıpırlıq var həyatım, amma dedim ki, mən kıpır-kıpır olanda bir açılım eləməliyəm. Ona görə klasik dəstənin birini seçirik. Bu da romantik dəstədir bu arada. Arxası çiçəklidir, yenur. Çox tatlıdır.
Başlayaq. Sizcə bu gün nəyə baxacaq? Həyatım, təbii ki, ağlınızdakı insana baxacaq. Çünki artıq ağlımızda kimin yer edilməli, kimin də heç bir şəkildə yer edilməməli olduğunu anlayırıq, deyilmi yəni? Bilək də kimi yeri qoyuruq, ona kimə yeri ayırırıq. Zehnimizdə kirayə vermədən yaşayırlar, həblənçik şey olmaz. Artıq oxumaq şey insanlardan uzaq durmaq lazımdır. Allah Allah. Yenilik. Ağlınızdakı insanı düşünürsünüz. Niyyət alıram. Bebeklərim, bu açılım ümidvaram ki, sizə şəfa olar. Ümidvaram ki, mənim elçiliyim vasitəsilə sizə yol göstərər. Və ümidvaram ki, ən doğru cavabları, ən doğru şəkildə eşidərsiniz. Haydi bakalım. Siz də ağlınızdakı düşünün. Belə bir boynunu, bir buxununu, bir saçını, bir qaşını, gözünü, üzünü, xalını, bir düşünün. Ah ya, neyse. Haydi bakalım. Niyyət edirəm ən doğru cavab almağa. Ağlınızdakı insanın sizə qarşı real his və düşüncələri nədən ibarətdir? Ağlınızdakı insanın sizə qarşı niyyəti nədir? Ağlınızdakı insanın sizə qarşı məqsədi nədir? Random şəkildə irəliləmək istəyirəm. Bu arada uzun dönəmdə sizə demədiyim bir şey var. Bu barədə də danışacağım. Bebeklərim, mən əvvəllər açılım eləyəndə tez-tez açılım eləyirdim. Düşünürdüm ki, məsələn, məndən seans alan insanlar bilir də, 5 demişəmsə 5-də orada olacam. Anında başlayacaq açılım eləməyə və mən başlayacağım anında danışmağa, ifadə eləyəcəm özümü, siz dinləyəsiniz, düşüncənizi deyəsiniz, sonra davam eləyəcək kimi eləyirəm və mən bundan zövq alırdım. Amma bu dönəmdə fərq elədim ki, bu dönəmdə deyəndə ki, mən artıq 4 ildir, hətta 5 ildir mən tarot açıram və mən düşünürəm ki, 5 ilə keçirik. Eynən 2026 ilə 5 ilə keçirik. Mən tarot açıram və mən fərq eləmişəm ki, onsuz da əksəriyyətiniz, bunu bilirsiniz. Bu arada kiçik belə haqqında danışmaq istəyirəm, bu barədə danışmaq istəyirəm. Sonra açılıma keçəcəyik. Hardasa ona görə üzürlü sayın. Birdən yadıma düşdü, bu barədə demək istədim. Çünki istəyirəm ki, videolarımın arasında bu fikrim olsun mənim. Mən əvvəllər açılım eləyəndə düşünürdüm ki, qarşı tərəfin məsələn narahat olduğu bir mövzu var da və bu mövzu ilə bağlı biz cavab tapmalıyıq. Amma indi düşünürəm ki, onsuz da bizə gəlməli olan məlumat hər halda gəlir və hər şeydən öncə sizin ruhsal sağlamlığınız və yaxud da mənəvi olaraq belə necə deyim, inkişafınız önəmlidir. Hər şeydən qabaq mənim üçün hər kəsin fərqli bir, necə deyim, məqsədi var. Bax, elə insanlar var ki, əyri oturaq düz danışıq. Öz əyləncəsini eləyir. Bilirsiniz də. Elə insan var, məsələn, TikTokda takılır, insanlara açılım eləyir. O, məsələn, ekstra uzun açılım sevmir. Məsələn, mən ekstra uzun açılımdan zövq ala bilirəm. O, məsələn, almır. Məsələn, elə insan vardı, sadəcə özü açılım eləyir və sizə şəkilləri göstərmir, kartın şəkillərini, məsələn. Elə adam var, nə bilim, hərənin məqsədi fərqlidir də. Bəziləri var, məsələn, gələcəklə bağlı məlumat verməkdən zövq alır. Hərənin bacarığı başqa yöndəndir. Məndə daha çox mövzuları analiz eləmək, durum dəyərləndirmədə yaxşıyam deyə düşünürəm ki, bu mənim üçün ən uyğun olandır. Rahat-rahat açılma eləyirəm və nə demək istəyirəmsə onu deyirəm. Əvvəl məsələn düşünürdüm ki, gah belə uzun da danışmayım, az da danışmayım, çox da indi elə bir narahatlığım yoxdur. Və əmin olun, elə düşünməyə başlayandan bunu sizin öz şəxsi həyatınızla da bağlı deyirəm. Sizin də elə qorxularınız, narahatlıqlarınız varsa ki, işinizlə bağlı məsələn ən yaxşı olsun. Əslində zaten elədiyiniz ən yaxşı şəkildədir. Siz əgər həqiqətən ən yaxşısını eləməyə çalışırsınızsa, onda niyə narahat olursunuz ki, bu mövzu ilə bağlı, deyilmi yəni? Mən elə düşünürəm şəxsən. Onsuz da sənə hörmət edən, onsuz da sənə qarşı mədəni olan, onsuz da sənə hörmət elədiyi üçün yerini biləcək. Yerini bilə bilməyən insanlar və məncə bu açılımla da bağlıdır. Onu da deyim. Məqsədə baxırdıq axı, biz niyyətə baxırdıq axı. Mənə elə gəlir ki, partnerlərinizdə də bu mövzuya fikir verməlisiniz. Arkadaş danışa bilmədi. Deməyə çalışdığım nədir? Onsuz da siz dəyərlisinizsə, dəyərinizi bilən öz dəyərinizi sizə göstərəcək. Yox, əgər bir şeylə əlaqəli həddindən artıq çox düşünürsünüzsə ki, belə deməyim, belə alınar, belə eləməyim, elə qarşılıq verər falan filan. Demək ki, zaten nə o insan sizin insanınızdır, nə o durum sizi dəstəkləyir, nə də ki, o yer sizin inkişafınıza icazə verir. Bunu da demək istədim. Niyyət edirəm, mən doğru cavab almağa. Haydi bakalım. Qarşı tərəfin sizə qarşı niyyəti, məqsədi o, real və his və düşüncəsi nədən ibarətdir? Kartlarım niyəsə pırlanmağa başlayır. Allah Allah.
1, 2, kaçma, kovalama. 3, 4. Bu gün 4 rəqəmini istifadə elədim. İmperator. Mən normalda 5-5 açıram açılımlarımı, kartlarımı, amma və yaxud da 6. Bu gün 4 dənə açmaq istədim. Axı fərqli-fərqli kartlardan dəstək alıram. Qarşı tərəfin, ağlınızdakı insanın sizə qarşı olan hiss və düşüncələri nədən ibarətdir? Bir də bebəklərim, bir açılımı dinlədiyiniz zaman rahat olun, narahat olmayın. Siz nə qədər narahatsızsa, nə qədər boğulursunuzsa, bir o qədər real cavabı eşitməyə bilərsiniz, başa düşməyə bilərsiniz, qavramaya bilərsiniz. Yəni, sizlə həmin an uyğun ola bilər. Amma, necə deyim sizə? Sizin üçün yeteri qədər, əgər kollektiv açılım izləyirsinizsə, yeteri qədər inkişaf vəd etməyə bilər. Məsələn, mən açılım dinləyəndə şəxsən özüm haqqında deyirəm. Neynirəm? Məsələn, elə dinləyirəm ki, belə qəşəng rahat oluram, özümdə oluram. Bir baxım görüm nə var, nə yox deyirəm. Məsələn, durub da narahat olanda, ay Allah, nə olacaq, ay Allah, nə olacaq deyə oturub açılım izləmirəm. Zaten mən ekstra 11-11 gördüm. Ekstra mən necə deyim, gərgin oluram. Bir də gərgin baxanda daha da bir nöqtə boyda pis sözə dağılıram, pis günə düşürəm. Bu arada bacımın minik çaşkasını istifadə edirəm. Üstündə də ürəklər var imiş, indi fərq elədim. İndi baxaq görək nə var, nə yox. Kartların hamısını açım, ondan sonra sizlə belə bir opşi baxandan sonra bölüşəcəm. Yaxşıdır, axar, bir bakalım. Ədalət mövzusu. Tanrı mövzusu. Belədir. Sanatçı. Savaş. Genç qız. Çiçək, çiçək, ah çiçəyim. Qurban. Savaş və qurban. Qarşı tərəflə görəsən hər hansısa bir çatışma içinə mi girmisiniz? Hər hansısa bir, necə deyim, savaş tipli bir durum mu olub? Sporlaşmısınız mı minimum? Ya da ziddiyyət mi təşkil edən durumlar yaranıb görəsən? Yəni ikinizin də zehnində bu sanki bir döyüş yürümüş kimi mi canlanıb görəsən? İlk öncə, burada həm sizin sanki, həm də o insanın enerjisini görürəm. Yəni ortaq bir enerji kimi burada kartlar çıxış edir sanki. Biraz düşünüm, kartlara baxam, bir-iki mövzu ağlıma gəlir çünki. Bunu biraz belə edeyim. Bakalım burada nə deyə bilərəm sizə. Bu insanın sizə qarşı hiss düşüncəsi və niyyəti, məqsədi. İyilik və şəfqat, kəndinizi və başqalarının içindəki ebedi gücü fark etmək. Despotluq və zalimlik, insanları kontrol etmək üçün güc kullanmaq. Tanrı kartı çıxıb. Tanrı kartının altındakı ilk başda pozitivlə uyğunlaşsa belə, çünki burada bir kupa aslı kartı var. Üstündə olan güc kartıyla vəhdət təşkil edir. Bax, oğlandır. Aslan kartını, aslanla qız axı güc kartını təmsil edir. Kişi o heykəli dartmağa çalışır tək gücü ilə. Bu da bir növü gücü simvolizə edir. Güc tələb eləyən bir münasibət kimi. Güc tələb eləyən birisi kimi siz onun gözündə deyə düşünürəm. Uzun zamandır hər hansısa bir rəsmə görə bir dəyərləndirmə eləmirdim. Düzdür, eləyirdim. Daha çox əsas klasik mənalarını ələ alırdım. Amma bugün rəsmi əsasən ağlımda belə canlandı. Çünki burada bir tanrı kartı çıxıb. Bu arada bu kartları çox sevirəm. Ona görə sizlə də bölüşəcəm. Və nə qəşəngdir. Çox tatlıdır. Bu arada mükəmməl şəkildə görsənmir. Bu məni üzdü. Çünki biraz gecədir deyə işıq taxsam belə ekstra qəşəng görsənmir. Amma olsun. Çalışdığım qədər göstərməyə çalışıram. Siz də bir bağ qurun kartlarla. Yazıb ki, gölgə niteliklər. Despotluq və zalimlik, insanları kontrol etmək üçün güc kullanmaq. Qarşınızdakı insan bu tip bir insan ola bilər. Gücü əldə tutmağı sevən, tək olmağı sevən, dəyər görməyi sevən və yaxud da ona qarşı sitayiş olunmasını sevən bir insan ola bilər. Bu ağlıma gəldi ilk başda. Və bu insan öz doğrusu, öz yanlışı var. Bu insanın hamının axı bir tərəzisi olur, hamının bir doğru yanlış anlayışı olur. Düşünürəm ki, münasibətdə müəyyən qədər aparıcı rol oynayan bu insanın
dəyərləndirməsi ilə bağlı olan durumlardır. Nə deməyə çalışıram? Məsələn, hər hansısa bir münasibət olur. Münasibətdə müəyyən qədər problemlər olur və yaxud da münasibətdə müəyyən qədər əsas durumlar olur və diqqət çəkir. Sanki bu münasibətdə də qarşı tərəfin gücü ələ alma istəyi və yaxud da hər hansısa bir despotluğu ön plandadır. Yəni bu münasibətə baxanda gözə dəyəcək olan əsas amillərdən biridir kimi düşünürəm. Sanatçı həyatın 5 duyunun ötesindeki bir boyutunu ifadə etmək, başqalarına yaşamı sembolik olaraq görmələri üçün ilham vermək, başqalarına kötü davranmaq üçün yeteneği bəhanə etmək. Acıma hissi uyandırmaq üçün aç sanatçı rolünü oynamaq. Burada bir-iki yorum verəcəm. Təbii ki, hər kəs özünə uyğun olanı götürsün, çünki bu bir kollektiv açılımdır. Sadəcə mənə elə gəlir ki, qarşı tərəf sənətçi ola bilər, rəssam ola bilər və yaxud da özünü ifadə eləməyi bacaran birisi ola bilər və yaxud da münasibətdə siz özünüzü ifadə eləyə bilən birisi olarsınız, qarşı tərəf ifadə eləməkdə çətinlik çəkə bilər və yaxud da münasibətdə problem yaradacaq olan amil əsas ifadə ilə əlaqəli ola bilər. Problem, yəni əsas amil ifadənin doğru düzgün olmaması ola bilər. Arada bəzən mənə düşüncələr gəlir çoxlu-çoxlu, onlardan tez-tez cümlələr qurmağa çalışıram, amma ümidvaram ki, siz başa düşə bilirsiniz. Burada bir kupa 8-lisi kartı var. İstəyə-istəyə getmək zorunda qaldığına görə getmək. Bax, burada 3 nəfər vardı. Bu 3 nəfər artıq sağollaşır, evə getmək üçün hansısa bir partdən çıxıblar. Və bir nəfər artıq aralanmaq zorundadır. Çünki axı gecədə evə getməlidir bu insan. Nə qədər oradakı ortam ona xoş gəlsə də artıq getmək istəyir. Münasibətdə hər hansısa bir qopuş yaşanmış ola bilər və yaxud da siz və ya o fərqində olmadan duyğularını ifadə edə bilmədiyi üçün və yaxud da arada baş verən hər hansısa bir incikliyə görə münasibətdən küsüb çıxqan belə kənara çəkilmiş ola bilər deyə düşünürəm. Və yaxud da aranızda bəzi güc savaşları olduğuna görə bəzi qəlb qırıqlıqları da yaranıb deyə düşünürəm. Və ya tərəflərdən bir tərəf tam olaraq duyğularını ifadə eləməkdə çətinlik çəkir, tam olaraq ifadə eləmir. Və bunu sanki qarşı tərəf imiş kimi düşünürəm, sizdən daha ötə. Və yaxud da siz özünüzü o qədər ifadə eləməyə çalışmışsınız ki, arada bir balansızlıq yaranıb. Və savaş çıxıb, problem çıxıb. Burada bir qış kartı da görürük. Və burada da bir ədalət kartı var. Düşünürəm ki, aradakı bir ədalət şaşıb, ona görə hər hansısa bir problem yaranıb. Onsuz da mən həmişə deyərəm, açılımlarda da çox görərəm, münasibətdə problem yaşamağımıza səbəb olan əsas amillərdən biri, əgər ikimiz də bir-birimizi seviriksə və yaxud da münasibətdə uyum varsa, əsas amil, problem yaradacaq ilk amil deyək ya da, nədir? Özünü ifadə, ahəngsizlik. Məsələn, siz həddindən artıq çox uyumlusuz, amma o həddindən artıq, yəni mən uyum göstərmərəm sənə falan tipli birisidir. Deyil mi yəni, abla? Hiç hoş değil, hiç hoş değil. Ay, özünü ifadə eləməyən insanlarda heç sevməm. Hayatım, ifadə elə ki, biz də səni kömək eləyə bilək, değil mi yəni? Bəzi insanlar elə bilirlər bəlkə, öz ifadələrini düzgün seçmirlər. Bunu da vurğu eləmək istəyirəm. Bax, görürsünüz, söz sözü çəkir. Söz fikri çəkir. Ona görə açılım eləyəndə ətraflı danışmağı çox sevirəm, zövq alıram. Bax, İnsanlar özlərini fərqli cür ifadə edirlər. Bəziləri əsəbini, aqressiyasını məsələn ağlamaqla özünü göstərir, bir üzə verir. Məsələn, bəzi insanlar var, qəlbi qırılanda kənara çəkilir. Bəzi insanlar var, məsələn, duyğularını hər kəslə bölüşməyi sevir. Bəzi insanlar var, emosionallığını saniyəsində yansıdır. Bəziləri var, emosiyaları yüksək basanda həddindən artıq çox sərtləşir və falan, hisslərimi sənə demərəm falan tipinə girir. Məsələn, belə bir hal alır deyə düşünürəm. Hər kəsin özünün ifadəsi fərqlidir və bizə yaxşı yöndə dəstək olacaq bəzi ifadə növləri var. Hisslərimizi ifadə metodları var. Məsəl üçün, rəsm çəkmək, məsəl üçün, yazı yazmaq, məsəl üçün, duyğusal söhbət eləmək, sənə həqiqətən güvən verən, dostun gördüyün insanla özünü bölüşmək. Bir də öz ifadəni aqressiya ilə, əsəblə, dedikodu ilə, yalan şaya yaymaqla göstərənlər var. Çalışın ki, siz olumsuza düşməyəsiniz, negatifə düşməyəsiniz. Yəni, dedikodudur, odur, budur. Bax, dedikodu, biz dedikodu eləmərik. Bilirəm, arada bəziləriniz var. Siz dedikodu eləmirsiniz, siz fakt yayırsınız. Amma həqiqətən, siz başa düşdünüz mən nə mənada deyirəm. Münasibətlə əlaqəli olaraq bir də bunu demək istədim. Bir dedikodu ağlıma gəldi, sanki daha çox bir fikir yarandı məndə.
Bax, münasibətdə hər hansısa bir durum olursa, bunu yad insanlara deməyin. Təbii ki, bir insan sizə qarşı zərər verirsə, sizi qəlbinizi qırırsa, bunu deyə bilərsiniz. Təbii ki, deməlisiniz yəni. Amma çalışın ki, hər hansısa bir hal yaşananda öz aranızda həll edəsiniz bunu. Bunu da random şəkildə məlumat olaraq vermək istədim. Çünki burada bir genç qız kartı da çıxıb da. Bu da o deməkdir ki, fresh enerjilər var burada. Bakalım bura nə yazıb? Sağlıklı romantizmin doğasını anlamak, kendinizi güvenmeniz için ilham verir. Aha, gölgədə bəs nədir? İhtiyaçlarınızı karşılaması için bir şövalye beklemek, romantik yanılsamalarla baştan çıkmak. Deyir ki, hayatım, sən həddindən artıq bu dönəmlərdə və yaxud da münasibətdə rol araraq həddindən artıq səni qurtarıcı bir insan yanaşmasını gözləyə bilərsən və yaxud da sən adətən mən bir prensesəm və qarşı tərəfə şövalye kimi görə bilərsən. Burada ikiyə ayrılırsınız. Bilirsiniz niyə? Bəzi insanlar olur ki, bəzi münasibətlər olur ki, o münasibətlərdə qarşı tərəf negativ olur və bir tərəf əmək versə belə özünü geri çəkmək zorunda qalır. Bəzənsə hər şey yeni olduğuna görə və hətta belə deyə bilərəm sizə, bu da əlavə olaraq ürəyimə düşən bir şeydir. Burada genç qız gördüm deyə ağlıma gəldi. Ola bilər ki, əksəriyyətinizin yeni bir münasibət olsun. Bu nə deməkdir? O deməkdir ki, yaşadığınız münasibət, məsələn, uzun zamandan sonra yenilik olsun sizin üçün. Otağıma basqın yeməliyəm axı mən. Nəysə. Deməyə çalışdığım nədir? Bax, bəzən olur, deyirsiniz ki, uzun dönəm keçib və bu uzun dönəmdən sonra ilk dəfə aşiq oluram. Və yaxud da bu boyda durumlardan sonra ilk dəfə hər hansısa bir şeylər hiss eləmək istəyirəm və ya hiss edirəm. Və ya qarşı tərəf mənim üçün bir ilkdir. Məsələn, elə bir durum olabilirmi? Cız olabilir. Həyatım, burada bir kupası çıxıb. Yəni ki, ay duyğular, görsən, duyğular. Duyğular, alev ateş, ulan hayat. Bəh. Duyğusallıq diz boyu. Siz də bu arada duyğusal olaraq bir yüksəlmiş ola bilərsiniz deyə düşünürəm. Amma burada diqqətimi nə çəkdi? Kəndinə və ya bir davaya hizmetin, aşkın doğasını öyrənmək. Bu olumludur. Olumsuzda kəndinə acıma alışkanlığı. Özünüzə acıma. Əgər uzun bir dönəmdir duyğusal olaraq özünüzü yalnız hiss edirsinizsə və ya hər hansısa bir münasibətdən çıxıb qəlbinizin qırındığını düşünürsünüzsə, hani hər hansısa bir münasibət var idi, bu mənə çox yaxşı hiss etdirirdi, özümü gənc qız kimi hiss etdirirdi, məndən böyük insanlar ola bilər, ona görə düşünürəm, deyirəm və hal-hazırda o münasibət istədiyim kimi getmədi, o münasibətdə istədiyim kimi durumlar baş vermədi. Buna görə gözləntilərim olsa belə bunlar reallaşmadığına görə özümü qurban kimi hiss edirəm deyirsinizsə, yapmıyorsunuz, abla, eləmirik. Niyə? Çünki bir şey onsuz da sizə düşərlidirsə, durumun axırı onsuz da yaxşı olur. Bax, burada da eyni durum çıxıb. Burada bir değnek dörtlü var. Bu insanla evlənmək mi istəyirsiniz? Ciddi münasibət mi istəyirsiniz? Artıq sizə dəyər verən, həqiqətən sizin üçün əmək verən bir insan mı istəyirsiniz? Bunu özünüzə çəkə bilərsiniz, amma ilk öncə özünüzü xor görməyi buraxın, özünüzü əksiyi hiss eləməyi buraxın, deyə bilərəm sizə. Güc, ego problemlərinə münasibətdə girməməyə buraxın. Bir də bir şey fərq elədim mən. Qarşı tərəflə əlaqəli danışsaq belə, sizlə də əlaqəli kartlar. Mən dedim axı ki, sizə həm o, həm sizin haqqınızda sanki fikirlər çıxıb burada. Düşünürəm ki, ümumi şəkildə dəyərləndirin bir də. Bəs bu insan sizə qarşı hiss və düşüncəsi. Bu insan mən sizə anlatdım, bunu eləməyin, bunu eləyin falan və yaxud da belə bir durum var burada. Bu insan sizi elə görür. Bu insan niyyətinə baxanda da davamlı şəkildə duyğusal olaraq sizə yetməyən insanlardan uzaqlaşın. Nə qədər sizə xidmət etdiyini düşünsəniz belə, sizi qurban halına salan insanlardan uzaqlaşın. Sizi qurban halına salan durumlardan uzaqlaşmaq və ya qurban mentalından çıxmaq yeni bir insan sizə bəxş eləyəcək kimi düşünürəm. Və sizlə eyni enerjidə olan birisi ilə bərabər olmağınız sizə düşərlidir deyə düşünürəm. İndi deyə bilərsiniz ki, əksəriyyətiniz Nərmin, yəni mən bu insandan ayrılım. Həyatım, o sənin öz seçimindir. Bu kollektiv bir açılımdır və sən baxırsan, təbii ki, ürəyinə nə düşürsə, sən necə hiss edirsənsə danışdıqlarımla bağlı, onu özünə baz alırsan və götürürsən. Sonra sizə nə deyə bilərəm? Qarşı tərəf böyük ehtimal ki, sizi duyğusal, anlayışlı, naif, zərif bir insan olaraq görür.
Sizlə özünü güclü hiss eləyir deyə düşünürəm. Siz ona hər hansısa bir necə deyim, sizin ona hiss elətdirdiyiniz onun özünü duyğusal olaraq ifadə eləmə istəyinə yol açır. Ümidvaram ki, normal cümlə qurmuşam, bilmirəm nə cümlə qururam. Yəni ki, bu insan sizə baxanda hər hansısa bir fikir canlanır onun ağlında və bu barədə hər hansısa bir əsərlər yaratmaq istəyir. Məsələn, rəsm çəkmək və yaxud da hər hansısa bir yazı yazmaq sizlə bağlı kimi düşünürəm. Azərbaycanda bu arada heç elə gülüb eləməyin, Azərbaycanda həqiqətən şeir yazan insanlar var və çox gözəl yazırlar. Bunda ayrı bir demək istədim. Sizə qarşı niyyəti nədir bu insanın bəs? Bu insanın sizə qarşı xoş niyyəti ola bilər. Duyğusal olaraq sizə qarşı bir xoş niyyət daşıya bilər, duyğuları ola bilər. Sadəcə sanki özünün ifadəsində müəyyən qədər problem var. Və sanki sizin də duruşunuz və xarakteriniz onu bir tık çəkindirir deyə düşünürəm. Başqa sizə nə deyə bilərəm? Başqa sizə nə deyə bilərəm? Əlavə olaraq bizə məlumat versən, yığcamlaşdırmaq üçün bu sualı, bu durumları, bu fikirləri nə deyərsən? 3 kartla da bitirək açılımı və mən çox əyləndim. Joker çıxdı. Aha. Bir münasibət sizə istədiyinizi vermirsə, sizi ucaltmırsa və sizə qarşı, necə deyim, sizə şans verəcək, sizi besləyəcək şəkildə deyilsə, münasibətdə özünüzü şanslı, bərəkətli, mərhəmətli, rahat hiss eləmirsinizsə, sizi özünüzü gizlətməyə, buna diqqət edin, özünüzü gizlətməyə 17-nin negatividir. 17 pozitiv xəyallardan bəhs edir, amma negativ özünü gizlətmə, görünməkdən qorxmaqla bağlı məlumatdır, biləsiz. Abla, münasibətdəki insan, qarşı tərəf, sizə verdiyi vədləri tutursa, sizi ucaldırsa onunla olun. Və nə istədiyinizə də diqqət edin. Bu barədə də bir fikrimi demək istədim. Və bəlkə də sizin istədiyiniz şey, istədiyiniz insanlarda olmaya bilər və ya davamlı şəkildə istədiyiniz bir şeyin əslində tam olaraq istəmədiyiniz bir şey olduğunu da fərq edə bilərsiniz. Haydi bakalım. Qəribə rəylər eləmək deyəndə də biz. Soram. Neynim hiss eləyirəm? Baya hiss eləyirəm, bebeyim. İlk başda yaxşı başlayır, amma sonra sanki səhvlər anlaşılır və yola davam olunur. Bu, qarşı tərəflə sizlə arasında da ola bilər. Başqa münasibətlər şəklində də özünü göstərə bilər. Məsələn, elələrinizdə olacaq ki, bu direkt bir insandan sizsiz, amma bəzilərinizdə o insanı qoyasınız, yeniyə keçid edəsiniz. Çünki burada bir kupa 8-li və ardından bir kupası var. Qəşəng bir yorum da ağlıma gəldi. Bu insan sizin xətrinizə dəyibsə, Allahım, aldıq, qəbul elədik, sizə uyğundursa inşallah, sizə addım da ata bilər, sizin könlünüzü ala bilər, sizə təkliflə gələ bilər, biləsiz. Və burada son anda qurban kartı çıxıb deyə mən artıq bunları deməliydim. Sizi qurban halına salan durumlardan, əlinizi qolunuzu bağlayan durumlardan uzaqlaşın. Və yeni bir dönəmə başlayın və əylənin, andan zövq alın. Bir şeyləri kəşf edin, bir yerə səyahət edin və getdiyiniz yerə, atdığınız addımlara da diqqət edin. Qarşı tərəflə əlaqəli olaraq da düşünə bilərsiniz bunu, münasibətlə də bağlı düşünə bilərsiniz. Qarşı tərəfin ayağı yerə sağlam basmırsa, bebeyim, bax, burada bir masa vardır. Bax, oğlanın bir ayağı o masadadır. Görürsən, o masa bir dənə dəyənəyə tutulub. Altında quşlar var, yəni bu insan buluddadır, başının üstünə qoydu. Başında çiçək vardı. Bu arada ağlıma nə gəldi? Başına qoyub çiçəyini və artist gəlib. Bir insanın sizə qarşı bir şaklaban tipli bir addımı da ola bilər. Biləsiz, yəni bir özünü belə o yerə qoymadan, mən gəlmişəm falan. Mən gəldim. Bəlkə də şarjım bitdi ya da biz bitdik. Ara beni lütfən. Elə bir tipdə də birisi gələ bilər kimi düşünürəm. Bu da məndən sizə minik bir hədiyyə. Mən açılım eləyəndə çox əyləndim. Bu arada değnik 9'lusun demədim. Sizi yoran, uzun zamanda addım atdığınız və addım atmaqdan yorulduğunuz insan varsa, o insana qarşı da artıq müəyyən bir duruş alın. Özünüzü önəmsiyin, bebeyim. Özünüzü unutmayın. Və bəzən tam olaraq insanlarda axtardığınız şeylər əslində tamamilə sizdə olan şeyləri və ya sizdə olmayan özünüzdə inkişaf elətdirməli olduğunuz şeyləri yansıdır.
Bu da ayrı bir məlumat. Nəsə bir fikir verdiniz, açılım edirəm, ha biri ağlıma nəsə bir fikir gəlir mövzuyla bağlı. Nə qədər də qəribədir. Həyatda sevgini, həyatda yaşayışı, həyatda münasibətləri təcrübədən keçirirsiniz. Ona görə narahat olmayın. Həyatdır da. Bir insan sizə zərər vermirsə fiziki olaraq, psixolojik olaraq böyük acılar çəkdirmirsə, həyatda yaşadığınız çox şeyə təcrübə olaraq baxmalısınız və sizə xidmət edən insanlarla olub xidmət eləməyənlərdən də uzaq durmalısınız ki, özünüz şəfalanasınız. Bebəklərim, açılımım bu qədər idi. Videonu bəyənsəz, düşüncələrinizi gözləyəcəm rəylərdə, videonu bəyənməyinizi gözləyirəm mənə dəstək olaraq. Abunə ola bilərsiniz həyatım və dostlarınızla da bölüşə bilərsiniz. Abla, öpürəm, gedirəm. Haydi, görüşürüz.